hamıya. Bugün English File kitabının növbəti dərsimizdəyik. At the conference hotel, oteldə konferans görək nə deyir. Checking in, listen to Alice checking in, ask the questions. Mən sizə qulaq asıb suallara cavab verməliyim. Bizdə səs yoxdur, ona görə sualları oxuyacağım. Does the reception call Ali Miss Gray or Mrs. Gray? Deməli, receptiona zəng edən Aliyə Mr. Kişi deməkdir, Mısı yazılan. Mırısı isə qadın deməkdir. Yəni kişi Gray idi, yoxsa Mr. Gray, qadın Gray. How many nights is Ali staying? Deyir Aliyə neçə gün qaldı gecə. What's her room number? Onun otaq nömrəsi neçə idi? What time is breakfast? Nə vaxt breakfast etdi? Yəni səhər yeməyi. Which floor? Hansı mərtəbə is the pavilion restoran? Pavilion restoranı hansı mərtəbədə idi? Use English. United Kingdom English, United States English bayraqları baxın. İndi görək. Sealing reception, cover dialogue and listen. Who does Ali phone? Why? Deyir nə kim idi Aliyenin telefonda, nə üçün? Dialoqu quraq. You here, sən eşidirsən, you say, sən deyirsən. Hello reception. How can I help you? Necə kömək edərəm? Görək nə deyir. Hello. Burada da səsə qulaq asmalıyıq. Belə işarələr olanda o deməkdir ki, səsə qulaq asmaq lazımdır, amma bizdə səs yoxdur. Nə deyir? I am sorry, məni bağışla, mom. I boşluq someone up to look at it right now. Deyir axşam indi bəziləri indi bizdə yoxdur deyə servis can I help you, kömək edə bilirəm. Wool və with or boşluq brit çörək or without mayo, mayosuz. With ilə deməkdir. Or salad to drink içki. With and lemon. It will be there 5 minutes, mom. Burada belə qoşa bilərik ki, baxın. Deyir ki, hello necə kömək edə bilərəm. Deyir məsələn hello, this is room əgər birləşdirməli olsaydıq. Sonra thank you, təşəkkürlər. Təşəkkürlər həmişə mətnin axırında soruşur. Deyilir hello salamlaşanda. Deməli, can I have a tuna sandwich please? Necə kömək edə bilərəm? Bunu qoya bilərik. Who will it with or please bread ola bilər. Without mayo, görürsünüz burada yazılıb. Salad. Yes, a diet cook. Just ice, içki drink. Gördünüz, just ice deyə bilərik. Burada da sonda sağollaşır. Thank you. İndi baxırıq buraya. Listen complete. In dialogue. Bunu oxumaq idi, oxuduq. Social English. Coffee before the conference. Coffeedən əvvəl konferans. Listen mərkəzi. Sentence true all four seçilir. Deyir ki, Mark is going, gedir to take Ali yeməyə axşam. Səs bizdə olmadığı üçün, daha doğrusu səsi qoşa bilmədiyim üçün indi deyə bilmirəm qulaq asarsa. Səsə qulaq assaydıq bilərdik, düzdür. Məncə yəqin ki, gedər. Say cocktail party is on Thursday. Deyir cocktail party. İkinci gün idi. Ali istəyirdi görsün by and the Golden Great Bride. Golden Great Bride görmək istəyirdi. Bride is from the San Francisco office. Bride San Francisco ofisindən idi. Bride offers to take Alice inside. Aliye'ni görmək yerləri götürmək istəyirdi. Burada nə deyir? Well done. Do you stay well? How are ilə başlayan nə ola bilər? Sən try, sən yorğunsan. They are fine, onlar yaxşıdırlar. Onlar necədirlər? How are they? Onlar necədirlər? They are fine, onlar yaxşıdırlar. What are they for a week? Həftənin. Burada baxın, Aliya take is Brad Martin götürdü. It is take to go. Burada nə olacaq bunun yerinə? Gəlin bir də baxaq. Sonra partiyə gediblər. Axı parti qoya bilərik. Buradakı suallardan elə seçib. Mətni bilməsək belə artıq mətnin sualları olduğu üçün onlara da baxıb cavab seçə bilirik məntiqən. The story behind a photo. Deməli,
Hikayenin şəkli. Every week hər həftə bir soruşuruq readers to send in a favorite photo. Sən göndərsən sevimli şəkil together with a short description of why, birlikdə qısa. Nə üçün this photo is important to them? Bu foto onlar üçün vacibdir. This week winner is Dominic. Bu həftənin qalibi Dominikdir. A gift desince from London. Şəkil Londondandır. One of my favorite photos is of a man cooking fish. Deyir, mənim favorit fotom oğlan balıq bişirir. Gördüyünüz kimi. I took this photo in the summer. Summer fəsillər in the summer işlənir. Deyir, bu şəkli mən götürdüm summer of 1994 1994-cü ildə və nə vaxt ki I was mən come olacaq da yəqin ki come holiday in Africa. Afrikaya tətilə gəldim. We were biz bir stay olar da yəqin qaldıq Zanzibarda and we were sailing. Biz sailing round Iceland adalarda sailing etdik. Yəni necə deyirlər? Aktivite. We catch biz keçdik sunfish bəzi balıqları and then landed which one of hansı ki deyir adada and our good mate a fry deyir yandırdıq və bişirdik balığı. Rich the good was a wonderful person. Deyir, Rich qonağı çox gözəl şəxs idi. We become a good friend. Biz yaxşı dost olduq. He was a fantastic cook. Deyir, o həmçinin fantastik pişirirdi. I can't remember. Mən xatırlamıram exactly what fish was cooking in the photo, but it tasted delicious. Deyir, mən şəkli xatırlamıram, amma çox dadlıydı. I keep this photo. Deyir, mən saxlayıram bu şəkli. Məsələn, birkaç qoya bilərik. Yox. And they were in my studio. Mənim studiyamdadır. Grey, boşluq Grey. Rain day in London. Yağışlı günə Londonda I just have a took. Biz baxdıq. Boşluq it and the memories of wonderful. Gözəl günlərin yaddaşına. Adventure come back. Qayıtdıq. I can imagine şəklə. That I am boşluq now. Mən Sunny Africa again. Yəni qayıtdım da olar. Come back Sunny Africa again. Günəşli Afrikaya yenidən. Belə. Burada nə deyir? Deyir ki, match question. Burada what's happening deyir. Nə baş verdi? Nə vaxt şəklə baxdı? Nə baş verdi şəklə baxana? Köhnə günləri xatırladılar da. Mətni tərcümə etmişik. Where do you keep it? Harda saxlayırdı onu? Nə üçün xoşlardı onu? Balığa görə. What's your favorite photo? Sənin favorit foton hansıdır? Burada yazılıb da one of my favorite photo. Sonra who took it? Götürdü onu nə vaxt harda? Burada yazılıb 94-cü ildə yayda. In the summer. Tell me more about who or what is in the photo. Deməlidir, danış mənə kim haqqında və ya nə haqqında ki fotodadır. Foto haqqında danış. Yəni özünüz də foto haqqında danışın mətninə baxmadan. Complex text with at in or on. At dadə, in içində, on üstündə. Write about your favorite photo. Siz də öz favorit fotonuzdan yazın. Answer the question in the right order. Description, grammar, function, spelling bunları nəzərə alaraq. Məsələn, you can keep photo deyirsən, saxla foto. An album. In, baxın, in nə ilə işlənir? In album, your wallet. In your bedroom. O nə ilə işlənir? The wall, a table. Çünki baxın, table'ın sol altında ola bilməli ki, biz üstündə ola bilərik. Onun da üstündədir. Sonra your bed, stolun, sonra çarpayının yanında da ola bilərik. Bar yanında deməli, çarpayının altında olmur, üstündə olur. 15 də olur. Burada da dediyi kimi özünüz də belə bir favorit şəkil haqqında danışın. Məsələn, buradan sözləri dəyişirsiniz. Məsələn, deyin ki, one of my favorite photos is of a woman dance club. Məsələn, belə dəyişib yaza bilərsiniz. Buna uyğun. Görəcəksiniz ki, artıq siz də inkişafa doğru gedirsiniz.
Gəlin baxaq indi bura. What do you remember? Testimiz var. Görək biz nələri xatırlayırıq, işləyək. What's your name olur. Bunu artıq əzbərləməliyik. Sənin adın nədir? What's your name-dir. Where deyir harda? Did you go? Sən gedirsən. On holiday last week. Keçən hara getmisən? Did you go olacaq. Köməkçi fiil. Sonra əsas fiil. İkinci, he didn't varsa dediği söz kökündə olur. Won't olacaq. Köməkçi fiillər olanda. Sonra we boşluq. To San Francisco last August. San Francisco'da keçən avqustda biz neylədik? Uçduq. Keçən avqustdan söhbət gedirsə keçmişdə olacaq. Çünki did yoxdur. Artıq keçmiş fasonda qoya bilərik. Fly indiki zamanda fly keçmiş. Burada did, burada did go. Burada baxaq. When I took deyir, nə vaxt ki mən şəkli götürdüm fotoyu. Burada you'dsa was olmur, bilirik. Were not looking at me. What were doing olar. What was doing. Sonra whom baxaq. Did wrote olmur, silirik. Kim yazdı bu mahnını? Who wrote olur. Çünki yazan adam yoxdur ki, yəni kimdirsə odur. When nə vaxt? When he did. Sonra she was driving fast. Deyir ki o maşın cəld sürürdü. Çünki o gecikirdi olacaq. Sonra boşluq this music was bad. Bu mahnı çox pis idi. Biz gecə baxmayaraq ki, biz gecə boyu dans elədik. It was dark. Deyir bu qaranlıqdır, tündür. Çünki mən görəmirəm onu. İndi bura birləşmələr qoy. Go shopping, shoppingə getmək, take photos, foto çəkmək. For a walk ilə işlənirdi. Baxırıq for a walk, go for a walk, gəzintiyə getmək, sonra staying in a hotel, oteldə qalmaq. Yəni bu tətildə işlənən ifadələrdir və bu hansı söz hansının yanındasa həmişə hər zaman bir işlənir. Yanında başqa söz görə bilmərsiniz. Spend 2 days in Paris. Parisdə 2 gün spend xərcləmək, vaxt keçirmək. Have a good time. Şimdi baxırıq preposition qoymalar. Dedi at dadədir. In içində, on üstündə. I am sitting in a taxi. Əlbəttə ki biz taksinin içində əyləşdiyimiz üçün in olur. We meet at a party. Partidəyik. The two lovers, iki sevgili were talking, gəzirdilər. Daha doğrusu danışırdılar balkona göydə olduğu üçün biz də onun üstündə oluruq. İçində olanmadıq ki, on balkon olur. Garden, bağçanın içində olduğumuz üçün in the garden. The wall, in the wall olmur. Divarın içində olmuruq ki, on olur. The bus stop, avtobusun on the bus stop olur. İndi C-yə baxırıq. Burada da sual cümlələri qoymalıyıq. Yəni what, who, when, whose, which. Görək hansılar uyğun gedir. Burada when olacaq. Çünki deyir nə vaxt when the police makes their first birinci rekord qırdı. Burada məsələn boşluq write their songs deyir. Burada əlbəttə ki mahnını yazanı soruşdu. Who write? Sonra records görürsünüz isim gəlib whose qoydu. Whose records did say kimin rekordu alınıb. What happened? Happened həmişə whatla işlənir. Nə baş vermə mənasında. Of their'də album hansı seçirik axı. Which of their albums olur. Which of-la işlənə bilir bu arada. Burada da sözlər səsləndirməkdir. Or write, those. Write yazmaq biri, those baxmaq ki, sol görmək, took götürmək, called can feilinin keçmiş zamanıdır, modal feildir. Phone tapmaqdır, keçmiş zamanda, find indikidir, put qoymaq, shop
magazin, choose seçmək, exhibition, sərgi, music, who's kimin, how, necə, who, kim, when, nə vaxt, job, iş, argue, razılaşma, Julius Manager, bunlar da işə aiddir. İndi baxaq burada incredible, horrible, photographer, suddenly, others. Söz bir suddenly idi. Suddenly da qəfildən deməkdir. Buranı da işləyirik. What can you do? Nə edirsən? Mountain dağ deməkdir. Climb dırmaşmaq. By text message. Görək nə mesaj göndərir? Bu boyda mesaj göndərib. To bridge Columbus'tir 2 Britaniya dağa dırmaşanda were rescued yesterday dünən after sending göndərib sos text vacib mətn sos bilirsə message a friend Londonda dostuna deyir ki Rachel Kelly's 34 and her partner James Combs 33 who are both experienced climbers were on climbing holiday last week in Switzerland. Rachel Kelly 34 yaşında, onun partneri James Combs 33 yaşında. İkisi birlikdə dırmaşırdılar bayramda keçən həftə Switzerland'da. But on Saturday night amma deyir 6-cı gün gecə Wednesday wow 3000 metr dərinlik dağda was a terrible dəhşətli storm külək idi. Daşqın idi. The wind was incredible strong. Snow was 2 meters deep. Deyir ki, qar dərinliyə qədər keçmişdi. They couldn't move. Hərəkət edəmirdik. Spent the night həmin gecə dağda. Rich had a mobile phone with her. Bir o mobil telefonuyla so she sent mesaj göndərdi. Text message 5 dostuna izləyib asking for help kömək üçün. Təhlükəli işlərdə about 4 hours later deyir 4 saat sonra one of onun dostu friends Avery Cliff in Londondaydı. Replied with a text message mesajı oxudu. Avery I don't usually deyir mən həmçinin mənim telefonum yataq otağında qalmışdı about səhər saat 4-də. AM səhər bildirir, PM gecəni. I woke deyir, mən oyandım, sonra Rachel'ın mesajına. I phone deyir, mən tapdım Zenambo ofisi polisin nömrəsini sirvatlı. I phone zəng etdim onu. They contacted Mountain Rescue Team. Ora qrup göndərdilər. But Saveza was so bad. Hava çox pisdi. Helikopter tapanmırdı. Two climbers 2 dağa dırmaşanı. The rescue team sent a text message to Rachel and Jeremy telling deyir, onlar deyirdilər that they had to spend a second night on the mountain. 2 günlərini dağda xərclədilər. The message so sorry Rachel, we tried. Biz yorğunuq, wind too strong. Biz güclüyük. Have to wait till morning. Səhərə kimi gözləyək. Take care, be strong. Rachel said. I thought we were going to there. Mən baxmayaraq ki gedəndə ölmüşdüm. It is feeling. O deyir ki, buz 15 dərəcə idi. And really windy. Həqiqətən küləkli idi da. Biz vaxtımızı qaytardılar. Talking gecə danışığa and planning plan qoymağa haldaysan. Günəşli gündə. Next morning səhəri gün the storm passed and the helicopter tapdı takes them off the mountain dağı. Every said when I heard that Rachel and Jeremy were safe I was dancing around my flat. Onlar dans edirdilər. Rachel dedi she and Jeremy were now looking forward a hot bath and good meal. But first amma birinci deyir onlar Dubai Research almışdılar üçün o bottle of whiskey. İki gənci axtarırlar. İndi baxaq, deməli true false üçün tapacağıq. Hansı düzdür, hansı səhvdir. Mətnə əsasən Rachel and Jeremy were climbing for the first time. Onların birinci dəfə dağa qalxması idi. Yox, səhvdir. They couldn't go down the mountain because of bad weather. Hava pis idi, düzdür. Avery was sleeping when Rachel message come. Düzdür, Rachel yatmışdı. Mesaj gələndə he called mountain team in Switzerland.
Yox, onlar zəng eləməmişdi axı. Rich as a four friends didn't reply. 4 dostuna yazmışdı. Yox, 5 dostuna 5 idi. İşte helikopter tapanmırdı birinci düzdür. Rachel and Jeremy spent 3 nights 3 gecə, yox 2 gecə orada xərcləmişdilər. They wanted to buy every a bottle of whiskey. Düzdür, onlar viski içirdilər. Bu da düzdür. Already burada heç ki mətni oxumağımızı elədik. Can you understand these people? Deyirsən, başa düşsən insanları. Burada səs verəcək. O səsdən məsələn, where did the woman go on holidays istəyir ki, qadın tətildə hara getmişdi. Səsdə deyir, bizdə səs olmadığı üçün bunlardan bu ölkələrdən birini seçirik. Məsələn, qadın deyir, hansı havada getmişdi İtaliyaya. Rain yağışlı, hot, isti, sunny, günəşli. Fotoqraf deyir, şəklini çəkdi aktyorun. Harda? Receptionda, çöldə, ulduzlarla. Was the modeling deyir, of şəklinə bax, necə danışırdı, baxırdı, danışaraq, oxuyaraq, gəzərək çəkdirdi və albom nə vaxt düzəldi bu illərdən birində. Listen to the story and mark sentence, true false seçir. She was driving to work. Deyir, o işdə maşın sürürdü. It is raining. Yağış yağırdı. Bu da səsə qulaq asmalıyıq. Səs bizdə yoxdur. Tərcümə etməyimiz, bilməyimiz bilə bizim üçün yəni böyük bir şeydir. She saw a man in the road asking her to stop. Deyir ki, o danışırdı. Soruşanda ona saxladı sözünü. The two men, iki oğlan drove away, yine maşın sürürdü. She rang the police, sonra mobil polis zəng etdi onun nömrəsinə. Can you say this in English? Deyirsən, bilirsən İngiliscə. Can you? Yes. Talk about your last holiday. Danış deyir mənə keçən tətilin haqqında. Hər hansı bir tətilin özünüzə sizə sual verilir. Danışa bilərsiniz. İstəyirsə birlikdə danışaq. Məsələn, talk about your favorite photo. Sevimli foton haqqında danış. Bir kəlmə yox, 5-6 cümlə və ya esse kimi yazın və ya danışın ki, tərcümə edə biləsiniz. Sonra deyir məsələn, talk about your favorite singer or band. Sevimli musiqiçi və qrup haqqında danış. Bir gün birlikdə inşa da yazarıq. Sizinlə inşa yazmağı da öyrənərik. B-də nə deyir? Complete questions with was, were, do, did. Was, were, do, did də keçmiş zamandır. Görək hansı qoyulmalıdır. What kind of books did you read? Yoxsa was you read? Bunları bir-birindən necə ayırmalıyıq? Belə deyək. Was-la did necə ayıra bilərik? İkisi də keçmiş zamandır, düzdür. Was keçmiş davam edici olur. Yəni was-dan sonra mütləq ayıncı olmalıdır. Amma did feil olduğu kimi olmalıdır. Məsələn, burada did olur ona görə də. İkinciyə baxaq. Where did you? Burada da did olur. Baxın, burada happened-dir. Ayıncı var. Ona görə was olur. Sonra burada da doing-dir. Ona görə was olur. Burada isə görürsüz come olduğu kimi də ona görə did olur. Bu arada ikincidə do olur. Səhərdən söhbət gedir. Bu belə. Bu gələn dərsimdir. İndi keçirik workbook-a. After conference, otel, oteldə konferans. Birincidə calling reception, receptiona zəng etmə. Orada isə verse to make sentence. Burada cümlə qurub. Baxın, qurulub burada. This is room. My room is very cold olacaq. Çünki baxın, birinci isim gəlir. My room, mənim otağım. Hara, mənim otağım. İkinci fail, yəni xəbər is. Üçüncü də axırda qalan cold. Colddan da əvvəl, cold nədir? Soyuq. Çox soyuqdur ki, verdi onun yanında gəlmir. İndi baxırıq. Problem deyir ki, there is. Əlbəttə ki, there is birinci gəlir cümlədə. Problem. Görürsüz təkdədir. A problem. Problem. The hating olur. Hating. Çünki yenə baxın, there is birinci, istim birinci, mübtəda, xəbər axırıncı. Sonra deyir, the air condition isn't working. Deyir, kondisioner işləmirdi. Birinci bura gəlir. 1, 2, 3, 4. Baxaq bura. Burada sual cümlədir. Baxın, can var çünki. Can birinci gəlir sual cümlədə. Can I have. Baxın, please də var. Xahiş etmək mənasındadır. Can I have chicken, toyuqlu sandviç. Chicken sandwich, please. Sandwich, please də axırda gəlir. Baxın, sual cümlə olacaq. Do you have.
birinci köməkçi sualımız do you have any fresh fruit juice? Deməli yeni meyvə şirəsi. Bu belə. Gəlin baxaq 2-yə social English complex phrases match the first of dialogue. Dialoqu düzəldirik. Did you spell will? Burada said yes thanks I am was tried yorğunam. Burada nə olacaq? How are things? Əşyalar necədir? They are fine olacaq. Çünki cəmdədir axı ona görə. Burada boşluqların yerinə baxın suallar qoymalıyıq ki, cavab alaq. Sonra where are the plans? What are the plans? Planın nədir? Plan nə olacaq? Görək. Where are you going for dinner? Yeməyə getmək. Baxın burada boşluq this evening for this evening olacaq. Burada baxın is Alex Hottex. Kimdirsə onu deyir. That's Alex Hottex. O Alex Hottex'dir. Nice to meet you. Tanıştığıma şad oldum. It's time to go. Yəni bu vaxt gedir. B o deyir hara gedəyində. Bu belə. Burada true false seçirik yenə. The castle is in center of San Francisco. Biz mətni oxuyub seçməliyik. Gəlin mətni oxuyaq. Make reservation. Castle in San Francisco. Air conditioned heating in all guest rooms. Deməli, kondisioner olan otaqlar. En suite olan power shore. İnternet yaxşı olan. Safe deposit box. Depozitini deyir. Compliment morning coffee. Səhər coffee, non-smoking, sigaret yasak olan otaqlar. Free convert parking. Rahat parking etmək üçün yer. Located in the heart of San Francisco, the castle is in easy walking distance of Freshman, Sharp Chinatown and fine restaurants and shops. Deyir ki, San Francisco Castle'ın yaxın, asan yerlər var gəzməyə. Deməli, Sharp Chinatown, yaxşı restoranlar və mağazalar. The castle offers great service, gözəl servisi, great comfort, rahatlığı, and great value, qiyməti. You know, biz bilirik San Francisco wonderful city, gözəl şəhərdir. In most number of tourist attract and çox turist gəlir for reason. Bu səbəbdən staff are available from morning to night to answer any questions you have. Bir səhərdən axşama turistlər olur, suallar verirlər. You look forward to being a part of your San Francisco experience. Təcrübədir bu deyir. The castle is an approved member of San Francisco Convention and Visitor Bureau. Belə qısa mətindir. Suallara baxaq. San Francisco'da Castle'ın şəhərində truedur. Near major tourist attractions. Bu da düzdür. It's very comfortable düzdür. It's cheap in winter. Bu səhvdir, ucuz deyil. The staff can tell you all about San Francisco. İndi buna baxarıq mənə. Go have to pay for parking. Parking üçün var. The hotel has a restaurant var. You smoke in düzdür. Ayrı otaqları var. Sigaret çəkmək. Bu belə gələn dərsimizə görüşəndək.